Salam gənclər, qaldığımız yerdən davam edək. 22-ci suala qədər yazmışdıq. Bugün artıq 23-cü sualdan başlayaq. 2025-ci ilin birinci variantı. Amma suala keçmədən öncə xahiş edirik ki, kanalımıza abunə olmayı, həmçinin videolarımızı da bəyənməyi unutmayın. 23-cü sualda bizə deyir ki, fx bərabərdir 3 toplansın 2 vuraq kosinus x mənfi 1 funksiyasının qiymətlər çoxluğunu tapın. İlk öncə buradan başlayaq. Öncəki məsələlərdə də dediyimiz kimi, hətta mövzunu da izah etmişdik. Kosinus funksiyasının ala biləcəyi qiymətlər -1, minimum -1, maksimum 1 aralığında dəyişir. Ona görə də burada kosinus x -1-i biz götürürük. Kosinus x -1-i yazırıq. Kiçikdir bərabərdir 1-dən, ancaq böyükdür bərabərdir -1-ə. Bu aralıqda dəyişir. Bu 1. Sonra funksiyada kosinusun qarşısında 2 vuruğu var. Diqqət edin, 2 var. Ona görə mən burada belə edirəm. Bərabərsizliyin hər tərəfini 2-yə vururam. -1-i 2-yə vururam, -2. 2 vuraq kosinus x -1 kiçikdir bərabərdir, 1-i də 2-yə vururam, 2. Sonra isə baxıb görürük ki, funksiyanın əvvəlindəki 3 ki var burada, 3. Biz 3-ü də eyni formada hər iki tərəfə artıraq. Yəni, -2 müsbət 3, sonra 3 müsbət 2 kosinus x -1 kiçikdir, bərabərdir. 2-nin də üzərinə 3 artıraq, 2 toplansın 3. Və bu nə etdi? Yazaq ki, -2 müsbət 3, 1, kiçikdir, bərabərdir. 3 toplansın 2 kosinus x -1 kiçikdir, bərabərdir 5-ə. Və diqqət edin, bu ki fx-dir. Yazaq, 1 kiçikdir, bərabərdir fx kiçikdir, bərabərdir 5-dən. Və cavab nə oldu? Fx cavab yazaq. Daxildir 1-dən 5-ə qədər. 5 də təbii ki, daxildir. Kvadrat mötərizə ilə göstəririk. Cavab oldu B variantı. Keçək 24-cü suala, növbəti suala baxaq. Koordinat müstəvisində təpə nöqtələri y bərabərdir x kvadrat -7x toplansın 12 funksiyasının qrafikinin, yəni parabolanın koordinat oxları ilə kəsişmə nöqtələri olan üçbucaq verilibdir. Bu üçbucağın ən böyük tərəfini tapın deyir. Maksimum cavab istəyir. Maksimum uzunluğu müəyyən edəsik. Bunu necə yazırıq? İlk öncə yazaq birinci. O x oxu ilə kəsişmə nöqtələri belə götürək. Deyək ki, o x oxu ilə kəsişmə nöqtələri y bərabərdir 0 olsa. Əgər y 0 olsa, baxın, birinci, y 0 olsa biz yazırıq. X kvadrat -7x toplansın 12 bərabərdir 0-a. Əgər y 0 olsa, o zaman biz bunu Viet teoremi ilə hesablasaq, x1 ilə x2-nin hasili mənə 12 verməlidir. x1 ilə x2-nin cəmi isə burada -7-dir. Təbii ki, biz 7 yazırıq. Və biri oldu 3, biri 4. 3 ilə 4-ün hasili 12-dir. 3 ilə 4-ün cəmi də 7-dir. İndi diqqət edin. Əgər x1 3-dürsə, yazaq, x1 3-dürsə, o zaman üçbucağın da təpə nöqtələrini yazaq, ABC üçbucaq olsun. Üçbucaq ABC. İndi baxın, x1 3-dürsə, o zaman A-nın koordinatları y 0-dır. A-nın koordinatları nə oldu? 3 ilə 0. x2 4-dürsə, B-nin koordinatları da olsun 4 ilə 0. İndi baxaq C nöqtəsinə və bunun üçün də qeyd edək ki, bu olsun 1, misal üçün birinci etap, buna da yazaq ikinci etap. İkinci etapda da yazaq ki, o y oxu ilə kəsişmə nöqtələri əgər x0 olsa, o zaman yazırıq x bərabərdir 0
X 0 olsa burada x'in yerinə 0 yazırıq. 0'ın kvadratı elədir. 0 gətirin bunu açıq yazım tam aydın olsun. 0'ın kvadratı ya da belə yazaq. 0 mənfi 7'yi vuraq 0'a. Yenə 0. Bir də toplansın 12. Cavab nədir? 12. Yəni x 0 olsa y 12'dir. İndi bunu göstərək. Və yazaq. Əgər y 12'dirsə, y 12'dirsə, o zaman s'nin koordinatları 0 ilə 12'dir. Gəlin bunu istəyirsiniz şəklini də çəkək. Yerimiz azdır, amma çəkməyə çalışacağım burada. Bu formada. Deyək ki, x ilə y. X A nöqtəsinin koordinatları 3 ilə 0'dır. Deyək ki, bura A olsun. 3 və 0 olanda A nöqtəsi bizim burada olur. A. B nöqtəsi 4 ilə 0'dır. 4. Onda bu olsun B nöqtəsi. C də 0 ilə 12'dir. Bura 12 olsun. Buna da C nöqtəsi deyək. İndi bizə nə deyir? Üçbucağın ən böyük tərəfinin uzunluğunu tapın. Biz başa düşdük ki, burada üçbucağın ən böyük tərəfi haradır? BC parçasıdır. Düzdürmü? Gətirin təzədən çəkim belə. BC parçası. Misal üçün, çünki üçbucaq əslində baxın belə oldu. ABC üçbucağı belə bir kör bucaqlı üçbucaq oldu. Bizə deyir ki, burada ən böyük tərəfini tapın. Şəkildən də bəlli olur ki, ən böyük tərəf, yəni maksimum tərəf BC-dir. Bunu müəyyən etmək üçün mən buradan bura kasetdeyim. 4 olsun. Buradan burada kasetdeyim. Bu da 12 olsun. Və maksimum tərəfi müəyyən etməkdən ötəri 4'ün kvadratı Pifagor teoremindən istifadə edirik. Toplansın 12'nin kvadratı ilə. Kökün altında 16 toplansın 144. Təbii ki, bu da elədir kök 160. Kök 160'ı mən kökün daxilində belə yaza bilərəm. 16 vurulsun 10. Yəni 16'dan da 4 çıxır. 4 kök altında 10. Belə bir cavabımız var mı? Bəli. İstəsəniz misal üçün AC parçasında tapa bilərdiniz. Amma bu bizim burada maksimum soruşduğuna görə bunu tapmağa ehtiyac yoxdur AC tərəfini. Amma AC tərəfini istəsəydi misal üçün yenə burada artıq biz bunu götürərdik. 3, 3'ün kvadratı ilə 12'nin kvadratını toplayıb o formada tapardıq. Keçək növbəti suala. 25-ci suala baxaq. 25-ci sualda deyilir ki, A parametrinin bütün elə qiymətlər çoxluğunu tapın ki, bu qiymətlərin hər biri üçün kosinus x bərabərdir 3 mənfi 2a tənliyinin p bölünsün 2 və 3p bölünsün 2 intervalında yerləşən kökü həlli olsun. Gəlin baxaq. Deməli, ilk öncə buna diqqət edin ki, pi bölünsün 2 ilə 3 pi bölünsün 2 kvadrat mötərizədə deyil. Adi mötərizədir. Biz yenə bir neçə bundan əvvəl bir neçə sualda qeyd etmişdik. Yenə eyni formaya baxaq. Gəlin birinci qrafikin şəklini çəkək. Daha sadə olsun, aydın olsun. Burada çəkim. Baxın, birinci bunu yadımıza salaq ki, biz dedik ki, bura kosinus alfadır. Və bura 0, 0'dır. Bura pi bölünsün ki, yəni 90'dır. Bura pi'dir. 180 dərəcə. Buna yazaq 3 pi bölünsün 2, yəni 270 dərəcə. Diqqət edin bizdən nə istəyir? Pi bölünsün 2 ilə 3 pi bölünsün 2 aralığında. Yəni kosinus 0 ilə 180 biz demişdik ki, maksimum 1 və mənfi maksimum 1, minimum mənfi 1'dir. Ancaq burada pi bölünsün 2 ilə 3 pi bölünsün 2, burada cavab 0'dır. Çünki burası sinusdur. Sinus alfadır. Sinus alfadır. Kosinus alfa
Yəni dərəcəmiz 90 olanda kosinus 90 dərəcə 0, kosinus 270 dərəcədə 0 göstərir. İndi diqqət edin, bizə deyir ki, bu aralıqda olsun. Biz bilirik ki, bu ikinci rübdür, 90-dan başlayır 270-ə qədər. Bu da üçüncü rübdür. Və burada cavab ancaq mənfi olur. İkinci rübdədə, üçüncü rübdədə cavab mənfidir. Sıfırdan elə bil başlayır. Baxın, burada sıfırdan başlayır. Dərəcə 90 dərəcədən, misal üçün 90 dərəcədən başlayır artmağa 180-ə qədər. Sıfırdan başlayır, mənfi 1-ə qədər azalır. Tam aydın olsun deyə detallara girdim gənclər. Mənfi 1-ə qədər gedir. Sıfırdan başlayır, mənfi 1-ə qədər gedir. Dərəcə artdıqca. 180-dən sonra dərəcə artdıqca, 270-ə qədər gəldikcə, mənfi 1-dən başlayır, 0-a qədər artır. Yəni tamamilə 90 ilə 270 arası, 90 ilə 270 daxil deyil amma. 90 ilə 270 arası mənfidir. İkinci və üçüncü rübümüz. İndi gəlin baxaq. Biz də bilirik ki, bizdən nə istəyir? Kosinus x bərabərdir 3 mənfi 2x. 2a. Yazaq. 3 mənfi 2a pi bölünsün 2 ilə 3 pi bölünsün 2 aralığında istədiyinə görə biz burada nə yazmalıyıq? Burada minimum cavab nə olacaq? 90 ilə 270 arasında kosinusumuz 180 olsa minimum cavab mənfi 1 olacaq. Yəni 3 minus 2a mənfi 1-dən həm böyükdür, həm də bərabərdir. Çünki mənfi 1 özü də daxildir ola bilər. 90 ilə 270 arasında 180 dərəcə daxil olduğuna görə mənfi 1-in özü də daxildir ola bilər və 3 minus 2a kiçikdir 0-dan. Misal üçün indi sual yarana bilər. Niyə burada dedik ki, daxildir? İzah elədik, çünki 90 ilə 270 arası 180 dərəcə daxil olduğuna görə onun ifadəsi də, cavabı da mənfi 1 də daxildir. Ancaq 0 niyə daxil deyil? Çünki 0 harda ola bilər? Ancaq 90 ilə 270-də ola bilər. Biz də dedik ki, nə 90 daxil deyil, görürsünüzmü? Nə də 270 dərəcə daxil deyil. Adi mötərəzədir. Ona görə yazdıq 0 daxil deyil. İndi bizim burada 2 bərabərsizlik oldu. Ayrı-ayrı hesablayaq. 3 mənfi 2a böyükdür, bərabərdir mənfi 1-dən. Böyükdür, bərabərdir mənfi 1-dən. Və 3 mənfi 2a kiçikdir 0-dan. Mən ümid edirəm ki, bu sizə aydın oldu. İndi hesablayaq. Mənfi 2a böyükdür, bərabərdir. Mənfi 1, bu da bu tərəfə mənfi 3 olaraq keçir. Mənfi 1, mənfi 3, yəni mənfi 4. Mənfilər ixtisar etsək, 2a işarədə dəyişir. Kiçikdir, bərabərdir 4-dən. Və a kiçikdir, bərabərdir 2-dən. İndi gələk digər bərabərsizliyə. Mənfi 2a kiçikdir, mənfi 3-dən. Bu, digər tərəfə mənfi ilə keçdi. Mənfiləri ixtisar edək. 2a böyükdür 3-dən, a da böyükdür 3 bölünsün 2-dən. Və ya a böyükdür 1 yarımdan. İndi baxmaq lazımdır. Variantda 3 bölünsün 2 mi verib, 1 yarım mı? 1 yarım verməyib, 3 bölünsün 2 verib. Ona görə bu cür saxladım. İndi gəlin göstərək. A kiçikdir, bərabərdir 2-dən. Bunu bu cür yazırıq. Və A böyükdür 3 bölünsün 2-dən. Yəni 1 yarımdan, onu da belə yazırıq. Bunu boş çəkirik, çünki aşağısında bərabər işarəsi yoxdur. A böyükdür və A kiçikdir. Hansı aralıqda oldu? Mənfi deyirəm. 3 bölünsün 2 və 2. Ancaq 2 daxildir, 3 bölünsün 2 daxil deyil. Baxaq hansı variantdır? B variantıdır. Keçək növbəti suala. Burada deyir ki, aşağıdakı mülahizələrdən hansı həmişə doğrudur? Gəlin elə doğru cavabı seçək buradan. Burada doğru cavab D variantıdır. Yəni, əgər bir-birindən fərqli və bir-birini kəsən A və B düz xətləri M müstəvisində paraleldirsə, onda bu düz xətləri özündə saxlayan N müstəvisi M müstəvisinə də paraleldir. Ümumiyyətlə, həndəsənin əsas teoremlərindən biri budur ki, müstəvilərin paralellik əlamətində. Əgər bir müstəvinin kəsişən iki düz xətti ikinci bir müstəviyə paraleldirsə,
onda bu müstəvi paraleldir. Baxın, bunu yadınızda saxlasanız kifayət edər. Keçək növbəti suala. Deməli, sualda deyilir ki, o x, y koordinat müstəvisində 2 çevrilmə verilmişdir. Mərkəzi O nöqtəsi olan 90 dərəcəli dönmə və mərkəzi O nöqtəsi və əmsalı 2 olan homotetiya. Koordinat başlanğıcı ətrafında saat əqrəbinin hərəkətinin əksinə, yəni saat istiqamətində yox da əksinə 90 dərəcə bucaq altında dönmə. Mərkəzi O nöqtəsi və əmsalı 2 olan homotetiya isə mərkəzi koordinat başlanğıcında yerləşən və əmsalı k bərabərdir 2 olan homotetiyadır. 2-dir. Əgər A nöqtəsinin koordinatları 3 və -2 olarsa, A nöqtəsinin, baxın bu, A nöqtəsinin mərkəzi O və bucağı 90 dərəcə olan dönməsinin və mərkəzi O və əmsalı 2 olan homotetiyanın nöqtəsinin koordinatlarını tapın. Gəlin baxaq. Bu sualı necə yaza bilərik? Çox maraqlı sualdır. İlk öncə buradan başlayaq. Gəlin baxaq görək ümumiyyətlə dönmə nədir? Gəlin bunun içində bir də mövzuya baxaq. Dönmə nədir? Və mərkəzi O nöqtəsi olan 90 dərəcəli dönməyi ümumiyyətlə biz necə tapırıq? Dönmə əməliyyatı normalda bir nöqtəni mərkəz ətrafında yerini dəyişmədən fırlatmaqdır. Misal üçün, gəlin biz bunun şəklini çəkək hələ bu formada. Dəqiqə. Gəlin buradan belə çəkək. Bu cür göstərək. Biraz hətta aşağıdan göstərim. Bu formada. Və deyək ki, mərkəz O koordinat başlanğıcı 0 ilə 0-dır bura. Baxın, bura 0 ilə 0-dır. Onun koordinatları 0 ilə 0 olsun. Bucaq 90 dərəcə ki var, bu müsbət istiqamətdə, yəni saat əqrəbinin əksinə gedir. Misal üçün biz birinci A nöqtəsini qeyd edək, 3 ilə -2, bura olsun 3, bura olsun -2. Bura olsun bizim A nöqtəmiz. Və bunun koordinatları 3 ilə -2-dir. İndi mən bunu 90 dərəcə, baxın, görürsünüz bu ki 90 dərəcədir bu formada. 90 dərəcə çevrəsiyəm. Saat əqrəbinin əksinə. Yəni bu tərəfə çevrəsiyəm. Mən bunu bu tərəfə 90 dərəcə çevirəndə gəlir, misal üçün, baxın, bu bura düşür. Bu isə yuxarı bura düşür. Yəni, -2 artıq olur 2. Bu 3 də bu tərəfə gəlir, yenə olur 3. Yəni, artıq bizim koordinatlarımız oldu. Misal üçün, əvvəl A-nın koordinatları 3 ilə -2 idi. İndi A-nın tərsi nə oldu? 2 ilə 3 oldu. Bu formada 90 dərəcə istiqamətini dəyişdik. İndi davam edək. Deməli, x oldu. X nə idi? 3 idi, y -2 idi, amma indi x oldu 2, y isə oldu 3. İndi davamına baxaq. Bir də ümumiyyətlə sizə bir qızıl qayda deyim mən. Saat əqrəblərinin əksinə 90 dərəcə dönmədə, baxın diqqət eləyin, bax belə bir düstur var.
90 dərəcə dönmədə belə bir düstur var. Misal üçün x, y deyilmi? Bu 90 dərəcə dönmədə baxın belə bir düsturdan istifadə edirik. Həmişə x, gəlin bunu yazım sonra göstərim. Bura olur mənfi y, bura olur x nöqtəsinə çevrilir. Misal üçün bizdə 3 ilə mənfi 2 idi. Baxın 3 ilə mənfi 2 idi. Baxın nə baş verdi. Mənfi 2 bizdə nə idi? Bu y-in koordinatıdır, elə deyilmi mənfi 2? Bu mənfi 2 keçir x-ə və mənfi ilə keçir. Aydındır? Mənfi ilə keçir. Bu da mənfi 2 olduğuna görə mənfi 2, bir də burada mənfi müsbətə çevrildi oldu 2. X də digər tərəfə, y tərəfə keçir, oldu 3. Gördünüzmü? Həqiqətən də eyni cavabı aldıq. Burada eyni cavabı almışdıq. Bu düsturu yadınızda saxlayın. İndi davam edək. İkinci addımımız nədir? Homotetiya nədir? Və ümumiyyətlə belə deyək, homotetiya nədir və mərkəzi O nöqtəsi və əmsalı da 2 olan homotetiya necə tapılır? Gəlin baxaq. Homotetiya ümumiyyətlə gənclər bir fiquru və ya nöqtəni müəyyən bir mərkəzə nəzərən böyütmək və ya kiçiltmək. Ya böyüdürük, ya kiçildirik. Bu deməkdir. Misal üçün bizə burada K əmsalını 2 verib, düzdürmü? 2 dəfə böyüdürük. Baxın, homotetiya budur. Baxın necə edirik indi. Mərkəzi O, yenə koordinat başlanğıcına 0 ilə 0 deyək bura. İndi fikir verin. Burada əmsal K bizə verilib 2-dir, düz deyilmi? Hər şeyi biz 2 dəfə uzaqlaşdırmalıyıq burada dediklərinə görə. Yəni böyüdürük 2 dəfə. İndi bizim əlimizdəki birinci addımdan aldığımız nə aldıq? Biz A-nın əksi nədir? 2 ilə 3. Belə bir nöqtə var. Biz indi nə edirik? Başlanğıcımız 0 ilə 0 idi, düzdürmü? 0 ilə 0 nöqtəsindən yeni nöqtəmiz olan, yəni A-nın əksi 2 ilə 3-ə, baxın, bura. Bu A-nın əksidir. Bura bir ox çəkək. Bu formada bir ox olsun, misal üçün belə. Aha. Bir ox çəkdik və əmsal 2 olduğu üçün bu oxun uzunluğunu tam 2 dəfə böyüdək. Misal üçün bir özü qədər də böyüdək. Aha, belə. 2 dəfə böyütdük. Və biz bunu 2 dəfə böyüdəndə eyni istiqamətdə ki uzadılır bu, uzadırıq. Baxın nə baş verir. Oxun uzunluğu 2 dəfə artdığı üçün nöqtənin həm x, həm də y koordinatı avtomatik olaraq 2 dəfə böyüyür. Diqqət edin. 2 dəfə böyüdü. 2 idi, oldu 4. 2 dəfə böyüdü. 3 idi, oldu 6. Bu qədər. Deməli, yekun nöqtədə bu şəkildə biz nə aldıq? Yeni koordinatlarımız nə oldu? 4 ilə 6. Baxın bu, diqqətlə baxsanız heç çətin sual deyil. Keçək növbəti suala. Deməli, burada deyir, ədədi ardıcıllığın ümumi həddi AN bərabərdir n kvadrat mənfi 3n toplansın 1 düsturu ilə verilmişdir. Bu düsturu özü verib. Yəni AN buna bərabərdir deyir. Sonra deyir ki, burada n natural ədəddir və AN toplansın 1. Baxın bunu istəyir. Bunu tapın. Bunu necə tapaq? AN-i artıq özü verib. Bizə A n toplansın 1. Bu dərəcə müəyyən etmək lazımdır. Bu həddi müəyyən etmək lazımdır. Bunu müəyyən etmək üçün biz baxın n-i ki bilirik bu üzvü nəyə bərabərdir. Eyni formada sadəcə olaraq n-in üzərinə burada 1 artıranda gərək burada da hər yerdə n-in üzərinə 1 artıraq. Yəni yazaq, n kvadratın yerinə yazaq. N toplansın 1-in kvadratı. Mənfi 3 vuraq n, artıq n yerinə n toplansın 1 yazırıq. Bir də toplansın 1. Bunu müəyyən edək. Bunu təbii ki, müxtəsər forma düsturu ilə açaq. N kvadrat, A toplansın B-nin kvadrat düsturu. 2n toplansın 1, mənfi 3n, mənfi 3, müsbət 1. Bunun cavabını müəyyən edək. N kvadrat, 2n mənfi 2n, mənfi n,
1 ilə -3, -2, üstə də 1, -1. Bunun da cavabını tapdıq. A-ni bilirdik. Bu üzvün cavabını yazaq. N kvadrat minus 3n plus 1. Baxın, bunun yerinə bunu köçürdük. İndi bunun yerinə də aldığımız cavabı köçürürük. Müsbət n kvadrat mənfi n mənfi 1. N kvadrat müsbət olduğuna görə 2n kvadrat. Mənfi 3n mənfi n. Mənfi 4n. 1 mənfi 1 getdi. Cavab oldu 2n kvadrat mənfi 4n. A variantı. Keçək növbəti suala. Loqaritm 2 əsasında 3, mənfi loqaritm 4 əsasında 81 ifadəsinin qiymətindən kiçik olan ən böyük tam ədədi tapın. Yəni, baxın, biz bunun cavabından kiçik olan ən böyük tam ədədi tapmalıyıq. Ən böyük tam ədəd. Gəlin baxaq. İlk öncə nəyə baxaq? İlk öncə biz deyək ki, loqaritm 4 əsasında 81-i, baxın, bu cür yazaq. Loqaritm 4-2-nin kvadratıdır. Bu əsasları bir-birinə oxşadaq. 81 də, bunları da bir-birinə əgər oxşatsaq, 81 də 3 üstü 4 deməkdir. Yəni, loqaritm 2 əsasında 3 mənfi loqaritm bura yazırıq 2-nin kvadratı, bir də 3 üstü 4. Bu da nə deməkdir? Loqaritm 2 əsasında 3 mənfi loqaritm 2 əsasında 3, 4 bölünsün 2 kimi yaza bilərik. Yəni, baxın, bu 2, bura məxrəcə gəlir 4-ün aşağısına. Sonra biz bunu loqaritmin önünə keçirə bilirik. Misal üçün, mən burada bu düsturları da qeyd etsəm, desək ki, misal üçün, loqaritm A əsasında, yəni A üstü B əsasında və ya A üstü N əsasında yazaq, B üstü M yazsaq, bu deməkdir ki, loqaritm A əsasında B, üstündə də M bölünsün N. Bu da deməkdir, M bölünsün N önünə gəldi loqaritmin. Baxın, belə yaza bilərik. Və tövsiyə edirəm ki, loqaritmin düsturlarını öyrənəsiniz. Çünki hər cür bir neçə düsturu var, onların hamısı qarşımızdan çıxa bilər. Bundan sonra geri qayıdaq bura. Yazaq ki, loqaritm 2 əsasında 3 mənfi 4-ü 2-yə bölündə 2 edir. 2 loqaritm yenə 2 əsasında 3. Bunlar eyni olduğu üçün biz elə bil ki, burada görünməyən 1 var. 1-dən 2-yi çıxsaq, cavab edir mənfi loqaritm 2 əsasında 3. İndi biz bir şeyə diqqət edək. Bizə burada sualı necə qurub? Bizə deyir ki, bu ifadənin qiymətindən kiçik olan ən böyük tam ədəd. Yəni, bunun cavabı nədirsə, bundan kiçik ən böyük tam ədədi tapaq. Gəlin biz belə bir şey deyək. Misal üçün, mən burada yazdım ki, loqaritm 2 əsasındakı bu ədədlər eynidirsə, 2 əsasındakı 1-ə bərabərdir. Loqaritm 2 əsasında 4 isə, loqaritm 2 əsasında 2-nin kvadratı deyilmi? Bu da önə gəlir. Loqaritm 2 əsasında 2 də 1-dir, 2 edir. Deməli, o zaman loqaritm 2 əsasında 3, 1 ilə 2-nin arasında yerləşmiş olur. Belə deyək də. Misal üçün, bu 1-dir, bu da 2-dir. Təxmini bunların arasında yerləşmiş olur. Loqaritm 2 əsasında 3. Amma indi bizdə ədədlər mənfidir. Mən eynisini çəksəm, artıq bura olur -2, bura -1 və loqaritm təxmini buralarda bir yerdə olur. Mənfi loqaritm 2 əsasında 3. Yəni, -1-dən kiçik olur. Aydındırmı? Bu -1-dən kiçik olur. Mənfi yazaq, -1-dən kiçik olur. Və bizdən nə istəyir sualda? Bizə deyir ki, ifadənin qiymətindən kiçik olan ən böyük tam ədədi tapın. -1-dən kiçik olur. Misal üçün, təxmini -2 ilə -1 arası
təxmini bunun cavabı, yəni loqaritm kəsasında 3-ün cavabını biz təxmini götürək -1,58 və ya mənfi 1,6 da yaza bilərsiniz və s. Gəlin biz belə yazaq, -1,58 bundan kiçik ən böyük tam ədəd və ya -1-dən kiçik ən böyük tam ədəd hansıdır? -2. Cavab oldu -2. Bu qədər. Və yenə tövsiyə edirəm ki, loqaritmin düsturlarını mütləq öyrənin. Çünki hər bir düstur imtahanda qarşımıza çıxa bilər. Keçək 30-cu suala. 30-cu sual belədir. Mərkəzi O nöqtəsi olan çevrənin A nöqtəsindən AB toxunanı çəkilmişdir. Şəkildə də görürük. OB parçası çevrənin C nöqtəsində elə kəsir ki, OC bölünsün CB 2 bölünsün 1-dir. Yəni 2 bölünsün 1 nisbətindədir bu cür. Yəni CB-yə x yazsaq, OC 2x-dir. Yəni bura mərkəzdirsə, deməli OC əslində radiusdur 2x. Əgər AB parçası 2 olarsa, yəni buradan bura 2 sm olarsa, deyək ki, nə istəyir bizdən? Radiusu uzunluğunu tapın. Radiusu istəyir. Gəlin baxaq. Deməli, biz ilk öncə burada düzbucaqlı üçbucaq qurasıyıq. Biz də qaydadan bilirik ki, dairənin radiusu toxunma nöqtəsində toxunana perpendikulardır hər zaman. Baxın, bu radius formada çəksək, toxunana perpendikulardır və 90 dərəcə təşkil edir. Yəni, biz buradan deyə bilərik ki, OA perpendikulardır AB parçasına. İndi yazaq. Biz baxıb görürük ki, düzbucaqlı üçbucaq alındı. OC radiusdur. Mərkəz ilə çevrənin hər hansı bir nöqtəsinin birləşməsi radiusdur. Və biz buna 2x yazdıq. Təbii ki, OA da radiusdur. Buna da 2x yazırıq. CB isə x-dir. Çünki OC-nin CB-yə nisbəti 2 bölünsün 1-dir. Biri 2x-dir, biri x-dir. Deməli, biz katetlərdən birinin 2 olduğunu bilirik. Digəri 2x-dir. Hipotenuz da 3x-dir. O zaman biz yaza bilərik ki, 3x-in kvadratı, yəni hipotenuzun kvadratından katetin kvadratını çıxsaq, 2x-in kvadratını çıxsaq, bu bərabər olar digər katetin kvadratına, yəni 2-nin kvadratına. Bu dedir 4. 9x kvadrat mənfi 4x kvadrat bərabərdir 4-ə. 5x kvadrat bərabərdir 4-ə. X kvadrat da bərabərdir 4 bölünsün 5-ə. O zaman x bərabərdir kökün altında 4 bölünsün 5-ə. Kök 4-dən də 2 çıxır, kök 5 qalır. 2 bölünsün kök altında 5 yazırıq. Biz bunu x olaraq tapdıq. Bizdən nə istəyir? Deyir ki, radiusu tapın. Radius da 2x-dir. Radius oldu 2x. Yəni 2 vurulsun 2 kök altında 5. Bu da oldu 4 bölünsün kök altında 5. Bu cür cavabımız varmı? Bəli. Bəzən irrasionallıqdan azad etmək üçün öncəki suallarda da birində xatırlayıram yazmışdıq. Variantı bəzən bu cür verməyə bilər və siz bunu tapmış olarsınız. Siz cavabı doğru tapıbsınız. Sadəcə variantda olmasa, siz götürürsünüz, surəti də, məxrəci də irrasionallıqdan azad etmək üçün məxrəcdəki ədədə vurursunuz. Yəni 4 vurulsun kök 5 bölünsün kök 5 vurulsun kök 5. Bu da elədi 4 kök altında 5 bölünsün 5-ə. Bu ikisini bir-birinə vuranda kökdən azad olur. Yəni kök 25, oradan da 5 çıxır. Cavabı bu cür də götürə bilərik. Əgər variantda olsa. Keçək növbəti suala. 31-ci sualda belə bir tənlik verib, deyir ki, tənliyi həll edin. Gəlin baxaq.
Tənliyin həm sol, həm də sağ tərəfini ortaq vurğu mötərizə xaricinə çıxarmaq üsulu ilə sadələşdirək. Baxaq. İlk öncə sol tərəfi sadələşdirək. Deyək ki, misal üçün 4x qalsın öz yerində. Deyək ki, 4 üstü x toplansın 1. Bu nəyə bərabərdir? Biz bilirik ki, a üstü n vuraq a üstü m nə deməkdir? A üstü n toplansın n. İndi eyni formada bunu mən belə yazıram. 4 üstü x vurulsun 4 üstü 1. Yəni 4. Birinci belə yazım tam aydın olsun deyə. Biz bilirik ki, bunları geri toplayanda bu formaya gəlir. Yəni mən baxın bunu açdım, bu cür yazdım. 4 üstü x vuraq 4. İndi 4 üstü x toplansın 2'yi sadələşdirək. Bu nə olur? 4 üstü x vurulsun 4'ün kvadratı. Yəni 16. Aha. İndi gəlin eyni formada 2'lərə baxaq. 2 üstü x'i saxlayırıq. 2 üstü x toplansın 1'i. 2 üstü x vuraq 2 kimi yazırıq. Diğerini də 2 üstü x toplansın 2'yi də bu cür yazaq. 2 üstü x vuraq 2'nin kvadratı, yəni 4. İndi bunları təzədən birləşdirək. 4 üstü x qalır öz yerində. Sonra toplayırıq bunu. 4 üstü x vuraq 4'ə. Bir də bunu. Toplayaq 4 üstü x vuraq 16'ya. Bu bərabərdir diğer tərəfə. Yəni 2 üstü x toplansın. Bunu bu cür açdıq. 2 üstü x vurulsun 2'ye. Bir də toplayaq 2 üstü x vurulsun 4'ə. İndi devam edək. Burada 4 üstü x'i mötərizənin kənarına çıxardaq. Mötərizənin daxilində nə qalır? 4 üstü x'i 4 üstü x'ə bölürük 1. Toplayaq. Bunu buna bölürük 4. Bir də bunu bölürük 16. Diğer tərəfdə də 2 üstü x'i çıxardaq. 1 toplansın 2 toplansın 4 edir. Burada nə oldu? 4 üstü x vuraq 21. Burada da 2 üstü x vuraq 7. İkisini də 7'yə ixtisar etsək, 4 üstü x vuraq 3 bərabərdir 2 üstü x-ə oldu. İndi davamına baxın. Devam edək, nə edirik burada? 3 bərabərdir 2 üstü x bölək 4 üstü x. Biz də bilirik ki, əgər qüvvətlər eynidirsə, misal üçün a bölünsün b, deyək ki, a üstü x bölünsün b üstü x. İkisində də qüvvətlər eynidirsə, mən bunu belə yaza bilərəm. A bölünsün b üstü x və ya üstü n, fərqi yoxdur. İndi mən bunu belə yaza bilərəm. 3 bərabərdir 2 bölünsün 4, üstündə də x dərəcə olaraq. Və bunu da belə yazıram. 3 bərabərdir 2'də 1 üstü x. Bir də bir şeyi xatırladım ki, misal üçün 1 bölünsün a üstündə n bərabərdir a üstü mənfi n əslində. Bu da bir düstur. Bunu da indi mən bu cür yaza bilərəm. 3 bərabərdir 2 üstü minus x-ə. Eyni bu düstura görə açdım bunu da. İndi davam edək. Biz bilirik ki, misal üçün loqaritm, baxın bu düsturu da qeyd edək. Loqaritm a əmsalında b əgər misal üçün x-dirsə, o zaman b bərabərdir, baxın b bərabərdir a üstü x-ə. İndi diqqət edin, baxın bunu loqaritm formasında yazacağım. Baxın bunu bu formaya çevirəcəm. 3'ün yerinə b'dir, düzdürmü? A'nın yerinə 2'dir. X'in yerinə də mənfi x'dir. İndi baxın nə baş verir burada. Biz yazırıq loqaritm A'nın əvəzinə 2'dir.
B-nin əvəzinə 3-dür. B-nin əvəzinə 3-dür. Cavabda da x, yəni baxın bu dərəcə burada nədir? -x. Yazırıq -x. Və x də bərabərdir. Bu mənfi bura keçir. Mənfi loqaritm 2 əsasında 3. Cavaba baxaq. X bərabərdir. Mənfi loqaritm 2 əsasında 3. Keçək növbəti suala. 32-ci sualda bizdə deyir ki, tapşırığın şərti budur. Həndəsi silsilənin ikinci və 5-ci hədləri uyğun olaraq 12 və 96-ya bərabərdir. Yəni ikinci və 5-ci, yəni belə yazaq. B2 bərabərdir 12-yə, ikinci hədd və 5-ci hədd. Bu da 96-ya bərabər. Davamına baxaq. Bu silsilənin birinci həddini tapın. Sual budur. B1-i müəyyən edin. Baxaq, maraqlı sualdır və çətin deyil. Həndəsi silsilənin ümumi həddinin düsturu baxın budur. Yəni BN bərabərdir həndəsi silsilədə. BN bərabərdir. B1 vurulsun Q üstü N minus 1. Təbii ki, B1 birinci həddir, bunu bilirik. Q isə silsilə vuruğudur. Misal üçün, gəlin baxaq. İkinci hədd 12-dir, düzdürmü? N'in yerinə N deyilmi burada? N'in yerinə 2 yazaq. Yazaq B2 bərabərdir. B1 vuraq Q üstü N minus 1. N 2 olduğuna görə 2-dən 1 çıxırıq. 1 qalır, yəni sadəcə Q-ya vururuq. Və burada B2 nəyə bərabər oldu? B1 vuraq Q nəyə bərabər oldu? 12-yə. Biz bildik ki, B1-i Q-ya vursaq cavab edir 12. İndi baxın, eyni formada 5-ci həddi müəyyən edim. Yəni N-in yerinə 5 yazıram. Yazaq B5, 5-ci üz bərabərdir. B1 vurulsun Q üstü N minus 1. Yəni Q üstü 4. 5 minus 1 4 olduğu üçün. Bu da 96-ya bərabərdir. İndi bura baxın, silsilə vuruğunu, yəni Q-yu tapaq. Q-yu tapmaq üçün biz nə edirik? İkinci tənliyi birinci tənliyə tərəf-tərəfə bölürük. Yəni ikinci tənlik bu deyilmi? Yəni B5-i bölürük. Belə yazın. B5 bölünsün B2 bərabər olmalıdır 96 bölünsün 12. Bu bizim Q-dur. B5-i də biz bilirik. Yəni B1 vuraq Q üstü 4. B2-yi də bilirik. B1 vuraq Q. Bu da nəyə bərabər olmalıdır? 96 bölünsün 12. B1-lər ixtisar oldu. Q üstü 4-ü də Q-ya böləndə biz bilirik ki, misal üçün A üstü N-i A üstü M-ə böləndə üstlər çıxılır. 4-dən 1-i çıxırıq. Bura 1-i yazaq. Bu elədir Q-nun kubu. 96-yı da 12-yə bölsək 8 edir. Nəyin kubu bizə 8 verir? 2-nin kubu. Yəni Q oldu 2. İndi geri qayıdaq bura. B1 vurulsun 2, Q-yu 2 tapdıq. Bərabərdir nəyə? 12-yə. O zaman B1 neçə elədi? 12 bölünsün 2, yəni 6. Cavab oldu A variantı 6. Baxaq 33-ə. 33-cü sualda deyir ki, fx bərabərdir modul sinus x. Yəni sinus x modulda funksiyasının ən kiçik müsbət dövrünü tapın. Gəlin bu suala iki cür yanaşaq. Yəni modul olmasaydı sual fərqli olardı. Modul olduğuna görə artıq bəzi şeylər dəyişir. Gəlin baxaq bunu necə yaza bilərik. İlk öncə biz deyək ki, yenə mən şəkili çəkəcəm. Hələ sinus x olaraq baxsaq modulsuz. Bu formada çəksək. Misal üçün
0, pi bölünsün 2, pi 3 pi bölünsün 2 və 2 pi. Yəni 360. Hələ sadəcə modulsuz baxıram. Sinus x olsa. Misal üçün belə edək. Modul işarəsi olmasaydı, yəni y bərabər olsaydı, sualı bu cür desəydi, y bərabərdir sinus x, misal üçün funksiyasının qrafiki, burada dalğa şəklində həm müsbət, həm də mənfi tərəfə gedərdi də. Çünki bizdən dövr istəyir, period yazıb, görürsünüzmü? Yəni buradan başlayardıq dövr formasında, yəni buradan başlayardıq, belə dönərdik, geri bu tərəfə gələrdik və 2 pi olardı cavab. Elə bil ki, öz dalğasının tamına 2 pi, yəni 360 intervalından bir təkrarlayır. Əgər sadəcə bu cür versəydi, modulsuz versəydi və y bərabər sinus x-in ən kiçik müsbət dövrü 2 pi olardı. Misal üçün, sual bu cür yox da belə gəlsəydi, siz deyərdiniz ki, cavab 2 pidir. Müsbət dövrü. Ancaq burada modul var. Və modulun işi nədir? Diqqət edin, modullu halda qrafikimiz yan-yana düzülmüş eyni ölçülü yuxarı təpəciklərdən ibarətdir. Bu nə deməkdir? Bu yuxarı, bu təpəcikdir. Və ilk təpəcik 0-dan pi-yə qədərdir. Yəni, buradan başlayır, pi-yə qədər davam edir. İkinci isə pi-dən 2 pi-yə qədərdir. Yəni, bu əslində mənfi deyilmi? Baxın, bu aşağı hissə mənfidir, düzdürmü? Amma modul olduğuna görə bu müsbətə çevrilir və məcbur pi-dən 2 pi-yə qədər olur. Diqqət etdiksə, artıq tam eyni olan o təpəcik hər pi məsafədən bir tamamilə eyni ilə təkrarlanır. Yəni, artıq 0-dan 2 pi-yə yox, 0-dan pi-yə təkrarlanır. Bu səbəbdən də fx modulda sinus x funksiyasının ən kiçik müsbət dövrü artıq 2 pi olmur. Pi olur. Çünki aşağı hissə mənfidir. Aydındır? Bu mütləq müsbətə çevirməlidir. Modulumuzun işi mütləq müsbətə çevirməkdir. Burada mən sizə bir dənə də qızıl qayda deyəcəm. Hansın ki, bunu unutmuruq. Qeyd də edə bilərsiniz. Əgər funksiya fx bərabərdir, istər modul sinus x olsun, istər modul kosinus x olsun, fərqi yoxdur. Modul görürsünüzsə, modul funksiyasının alt hissəsini yuxarı qatlayırıq da biz avtomatik. Çünki bu alt hissə mənfi olduğuna görə biz bunu yuxarı çevirməliyik və avtomatik burada alt hissə yuxarı qatlanır və dövr yarıya enir. Dövr normalda 2 pi deyilmi? Baxın, bu 2 pidir. Bu yarıya enir, olur pi. Və ona görə də sinus x modulda olduğuna görə artıq biz 2 pi yox, cavabı pi olaraq götürürük. Əgər, yenə təkrar edirəm, modulsuz bu şəkildə qarşınıza gəlsə imtahanda, bilin ki, cavab 2 pidir. Keçək növbəti suala. Deməli, 34-cü sual çox maraqlı sualdır. Burada deyir ki, düzgün 6 bucaqlı piramidanın oturacağının tərəfi 2 kök 3 santimetrdir. Piramidanın hündürlüyü isə 6 santimetrdir. Piramidanın oturacaq müstəvisi ilə yan üzünün əmələ gətirdiyi iki üzlü bucağın böyüklüyünü tapın. Gəlin piramidanın şəklini çəkməyə çalışaq, tam aydın olsun. Düzgün altıbucaqlıdır, tərəflərin hamısı eynidir. Gəlin bir oturacaq çəkək. Bu formada. Misal üçün bu olsun altıbucaqlı piramida.
və bura mərkəzini də çəkək. Olsun mərkəz göstərək. İndi diqqət edin. Bizə deyir ki, oturacağın tərəfi 2 kök altı 3'dür. Belə yazaq. Düzgün olduğu üçün. Piramidanın hündürlüyü 6'dır. Piramidanın hündürlüyü 6'dır. Və deyir ki, piramidanın oturacaq müstəvisi ilə yan üzünün əmələ gətirdiyi ikiyüzlü bucağın böyüklüyünü tapın. Baxın, biz bunun daxilində bir dairə çəksək, daxilində bu formada, misal üçün, tam oxşatmasaq da oxşatmaya çalışacağım. Belə bir dairə çəksək, burada, burada, burada kəsişir, burada, bir də burada. Aha, bu formada. Biz bilirik ki, bu bizim olur radiusumuz. Radiusumuz. Sual isə budur. Baxın, bunu istəyir. Aha. Buradakı bucağı müəyyən edin deyir. Baxın, bu bucağı istəyir. Sual budur. İndi gəlin baxaq. Görək bunu necə müəyyən edə bilərik. Deməli, biz bilirik ki, piramidanın hündürlüyü h, yan üzünün apofemi, baxın buna apofema deyilir. Elə biz az öncə buradan çəkdiyimiz bu parçaya, buradan bura çəkdiyimiz buna, bu apofemadır. Yan tərəfin hündürlüyüdür, yan üzünün hündürlüyüdür. Deməli, yan üzünün apofemini, yəni yan üzünün hündürlüyünü və oturacağına daxilə çəkilmiş dairənin radiusuna, buna R deyək, buna R deyək, birləşdirsək, düzbucaqlı üçbucaq alarıq. Fikir verin, baxın, bu düzbucaqlı üçbucaqdır. Bu üçbucaqda hündürlüklə apofem arasındakı, yox, apofem ilə oturacaqdakı radius arasındakı bucaq. Bax, buna alfa deyək. Və bizdən istənilən də elə bu alfadır. Deməli, bizim bir düsturumuz var. Mən o düsturu yazacağım, amma o düsturu yazmadan öncə istəyirəm mövzunu da izah edəm. Hər sualın içində bir mövzu izah etmiş olaq. Bu 6 bucaqlı olduğuna görə, baxın, burada sizə bir şey göstərəcəm. Bu 6 bucaqlı olduğuna görə, mən əgər bunun, bax, bu mərkəzdən, bir dəqiqə, piramidanın oturacağının təpələrinə parçalar çəksəm, aha, baxın, bu formada parçalar çəksəm, belə, bir də belə. Tamamilə 360 dərəcədir və 6 bucaqlı olduğuna görə hərəsi olacaq 60. 60, 60. Aydındır bu formada 60, 60 və yenə 60. Aha, belə olacaq 60. Bu 60 olduğuna görə, bunlar eyni olduğuna görə bərabər yanlı üçbucaqda yan tərəfli oturacağını təşkil etdiyi bucaqlar eynidir. 180-dən 60-a çıxıram, 120-ni də yarı bölürəm, bunlar da oldu 60. Deməli, əslində bu bərabər yanlı yox, bərabər tərəfli üçbucaq oldu. Və bizim bu tərəflərimiz də 2 kök altında 3 oldu. Bununla eynidir. O zaman mənim çəkdiyim, baxın, bu radius, baxın, bu radius bərabər tərəfli üçbucağına çəkilmiş oldu və biz bilirik ki, kəsişmə nöqtəsində bu radius əslində 90, yadınızdadır, bundan öncəki sualda da dedim, toxunana radius çəkiriksə, baxın bura, bu hər zaman 90 dərəcə olmalıdır. Bu dəyişmir. Deməli, bu bərabər tərəfli üçbucaqda radius nə oldu? Radius nə oldu? Hündürlük oldu. H oldu. Baxın, bu üçbucağın hündürlüyü oldu. Baxın, bu üçbucağın hündürlüyü oldu. Və burada
hündürlük bir üçbucaq bərabər tərəflidirsə, bir üçbucaq bərabər tərəflidirsə, bərabər tərəfli üçbucağa endirilmiş hündürlük düsturu bərabərdir a kök 3 bölünsün 2-yə. Bunu da başqa bir sual üzərində isbat edərəm. Çox qarışdırmaq istəmirəm bu düsturu. H bərabərdir a kök 3 bölünsün 2-yə. Bu düsturu yadınızda saxlayın. Bu düstur bərabər tərəfli üçbucağın hündürlüyünü, medianını və ya tənbölənini müəyyən etdiyimiz zaman istifadə edirik bu düsturu biz. Tənbölən bisektrisa deməkdir. Burada isə mənim radiusdur və radius bu h-dır. O zaman h-ın əvəzinə yazıram radius bərabərdir a kök 3 bölünsün 2. A da tərəfdir. Yəni 2 kök 3. İndi bura yazaq. A-nın yerinə yazırıq 2 kök 3 vurulsun kök 3 bölünsün 2. 2-lər ixtisar olundu. Burada nə qaldı? Kök altında 9, oradan da nə çıxır? 3. Deməli, radiusumuz oldu 3. İndi baxın, gənclər, radius oldu 3. Gəlin bunu başqa rənglə yazım, qarışdı buralar. Radius oldu 3. Radius 3'dür və bu radius, bir də bu hündürlük 6 olan, bura ki dedik 90 dərəcədir belə. Bunu belə çəkim yenidən. Bura 90 dərəcədir. Və bunlar kasetdir. 3 ilə 6. Bu da hipotenuzdur. Bizə deyir bu alfa bucağını müəyyən edin. Biz bucağı müəyyən edəndə, sadəcə kasetləri biləndə, öncəki suallarda da göstərdik. Necə yazırdıq? Tangens alfa bərabərdir. Qarşıdakı kaset, yəni 6, alfanın qarşısındakı 6'dır. Bölünsün bitişik kasetə, yəni 3'ə. Nə elədi ki? Deməli, tangens alfa elədi ki. Məndən nəyi soruşur? Alfayı soruşur. Sual budur. Biz nə dedik? Öncəki suallarda da toxunmuşdum bu məsələyə. Bu cür cavab müəyyən edə bilməyəndə bunun əksinə baxırıq. Əksi nədir? Arc. O zaman yazırıq. Alfa bərabərdir. Arc tangens 2. Bu qədər sadə. Baxaq, arc tangens 2 varmı? Bəli, A variantı. Cavab oldu A. Keçək növbəti suala. 35-ci sual. X bərabərdir -5 düz xəttli fx bərabərdir x toplansın A modulu və toplansın 3 funksiyasının qrafikinin simmetriya oxudur deyir. Və f6-nı tapın. Gəlin baxaq. İlk öncə modul funksiyasının qrafikini və simmetriya oxunu anlayaq. Misal üçün, gəlin tam aydın şəkildə izah edim ilk öncə bunu sizə mövzu olaraq, sonra suala baxaq. Misal üçün, biz deyək ki, fx bərabərdir. Hələ sual deyil, eləcə izahat verirəm. Fx bərabərdir modul x-ə, misal üçün. Gəlin bu funksiyaya bir neçə nöqtə verib qrafik quraq. Misal üçün, hələ qrafik quraq. Deyək ki, koordinat sistemi çəkdik. Deyək ki, misal üçün, x olsun 2. X 2-dirsə, fx bərabərdir modul 2-yə və buradan 2 çıxır. X olsun 2. Sonra, əgər mən desəm x -2-dir, yenə moduldan 2 çıxacaq. Yəni, yenə müsbətə çevrilir. Və desəm ki, misal üçün x 0-dır, o zaman bu onun ən aşağı təpə nöqtəsi olur. Yəni, bura olur. Və diqqət edin, nə baş verdi? Qrafik tam mərkəzdən, yəni x bərabərdir 0 nöqtəsindən sağa və sola eyni dərəcə ilə açılan bir V hərfi əmələ gətirir. Bura baxın. Devamlı sağa sola açılır. Bir V hərfi əmələ gətirir. Və tam olaraq, belə deyim, keçən bu şaquli OX, Y oxu, yəni x bərabərdir 0
düz xətti bu qrafiki tam ortadan 2-yə bərabər şəkildə bölür. Yəni baxın bu. Aha, baxın bu. Misal üçün deyək ki, x 0-dır, y 5-dir, 10-dur və s. Bu şəkildə tam ortadan tən bölür. Burası sizə aydındır, mən ümid edirəm. İndi davam edək. İndi baxaq suala. Deməli, biz dedik ki, ən sadə modul funksiyasının misal üçün y bərabərdir modul x qrafiki koordinat başlanğıcından çıxan, bunu göstərdik ki, V hərfi şəklindədir. Və bizə deyir ki, əgər funksiya fx bərabərdir, bax, diqqət edin, bunu da burada bir düstur kimi qeyd edim. Fx bərabərdir modulda x mənfi x0, yəni başlanğıc toplansın y0 şəklində verilsə, bu o deməkdir ki, qrafikin təpə nöqtəsi x0 qədər sağa, sola və ya y0 qədər yuxarı, aşağı sürüşür. Bu halda simmetriya oxu həmişə modulun daxilini sıfıra çevirən x bərabərdir x0 xəttidir. Yəni, misal üçün A parametrini tapaq. Bizə deyir ki, bura baxın. Bizə deyir ki, fx bərabərdir modulda x toplansın A toplansın 3. Bu funksiyanın simmetriya oxunu tapmaq üçün modulun daxilini sıfıra bərabər edirik. Yəni, burası sıfıra bərabər olmalıdır. Bunu yadınızda saxlayın ki, baxın, burası sıfıra bərabər olmalıdır. Və biz deyirik ki, x toplansın A sıfırdır. X-i də verib mənfi 5. X mənfi 5-dirsə, A nə olmalıdır? Müsbət 5. Cavab 0 olması üçün. Deməli, A-yı da müəyyən elədik. A oldu müsbət 5. İndi baxaq. Fx bərabərdir modulda x müsbət 5. Çünki A-yı müəyyən etdik. Müsbət 5. Bir də müsbət 3. İndi bizə deyir F6-yı tapın. Yəni, x-in yerinə 6 yazırıq. F6 modulda 6 toplansın 5, bir də toplansın 3. Bu da nə elədir? 11 toplansın 3, 14. Cavab oldu A variantı. Keçək növbəti suala. 36-cı tapşırıqda bizə nə deyir? Deyir ki, ABC paraleloqramının BC tərəfi üzərində P nöqtəsi elə götürülüb ki, BP bərabərdir 3 PC-yə. Gəlin baxaq suala. Misal üçün, BP bərabərdir 3 dənə PC-yə. Misal üçün, biz deyək, əgər bura x-dirsə, bura 3x-dir. O zaman AD 4x oldu. Sonra bununla yanaşı AP və CD düz xətləri AP və CD AP və CD düz xətləri K nöqtəsində kəsişir. Aha, burada kəsişir. K nöqtəsində. ABCD paraleloqramının sahəsinin ABCD paraleloqramının sahəsinin AKD üçbucağın sahəsinə olan nisbətini istəyir. AKD. Gəlin baxaq. Gəlin oxşar üçbucaqları tapaq. Misal üçün, paraleloqramda BC ilə AD bir-birinə paralel olduğu üçün, BC və AD bir-birinə paralel olduğu üçün, BC üzərindəki bu PC parçası da AD-yə paraleldir. Yəni, biz burada deyə bilərik ki, PC paraleldir AD-yə. Bu paralellikdən dolayı da yuxarıdakı kiçik üçbucaq KPC, baxın, üçbucaq KPC böyük
Kiçik üçbucaq KPS ilə böyük üçbucaq KAD. Böyük üçbucaq KAD oxşardır. Və biz bunu bu cür göstəririk. Skavsi samkut edebi deyilir buna Gürcü dilində. İndi gəlin baxaq, bu oxşarlığın əmsalı K tərəflərin nisbətinə görə tapaq. Misal üçün, deyək ki, K bərabərdir PS bölünsün AD. Baxın bu və bu. AD nəyə bərabərdir? 4-də 1-ə. Daha doğrusu x bölünsün 4x olaraq yazaq. X-ləri ixtisar edək. 4-də 1-ə bərabərdir. Bunların bir-birinə nisbətini biz müəyyən etdik. Bu da o deməkdir ki, böyük üçbucağın bütün ölçüləri, yəni tərəfləridir, hündürlüyüdür. Böyük üçbucağın kiçik üçbucağa nisbəti 4-dür. Yəni 4 dəfə böyükdür. Böyük üçbucağın bütün tərəfləri həmçinin hündürlüyü, kiçik üçbucağın bütün tərəflərindən həmçinin hündürlüyündən 4 dəfə böyük olacaq. Əgər üçbucaq KPS-nin hündürlüyünə biz h desək, misal üçün buradan mən aşağıya doğru bir hündürlüyü indirsəm, bu arada bu kör bucaqlıdır, ona görə hündürlüyü artıq mən gəlib buradan indirəm bu formada. Diqqət edin indi, əgər KPS-nin hündürlüyünə mən h desəm, KPS-nin hündürlüyü də ancaq bu hissədir. Baxın, bu hissədir. Buna mən h desəm, bura qədər olan hissəyə h desəm, gərək KAD üçbucağının hündürlüyünə, baxın, bütün bu hündürlüyə 4h deyəm. Onda ancaq paralelogramın hündürlüyü nə olur? 4h'dan h çıxırıq, 3h olur. Ancaq paralelogramın hündürlüyü. Və buradan da çəkə bilərsiniz, 3h olur. İndi davamına baxaq. Sahələri hesablayaq və bir-birinə nisbətinə baxaq. Misal üçün, birinci AKD üçbucağının sahəsinə baxaq. Tərəfi nədir? Oturacağı AD-dir, budur. AD 4x-dir, oturacaq. Üçbucağın sahə düsturu nədir? AH bölünsün 2. 4x vuraq 4h bölünsün 2. Elədimi? 16xh bölək 2, yəni 8xh. 8xh mənim AKD üçbucağımın, yəni böyük üçbucağımın sahəsidir. İndi keçək kiçik üçbucağa. Kiçik üçbucağın sahəsini tapmaq üçün oturacaq x-dir. Hündürlük də nədir? H-dır. Yox, kiçik üçbucaq yox. Kiçik üçbucaq istəmir bizdən. Qarışdırdım. ABCD paralelogramın sahəsini istəyir. Kiçik üçbucağa heç ehtiyac yoxdur. Birbaşa baxırıq paralelograma. Paralelogramın da hündürlüyü 3h-dır. Oturacağı da 4x-dir. Paralelogramın sahə düsturu nədir? AH. O zaman yazırıq 4x vurulsun 3h. Bu da elədi 12xh. Bizdən də nə istəyir? Paralelogramın sahəsinin böyük üçbucağın sahəsinə nisbəti. XH-lar getdi. 12 ilə də 8-i 4-ə ixtisar etsək, 3 bölünsün 2 və ya 1 yarım. Cavab oldu A variantı və baxaq 37-ci suala. 37-ci suala baxaq. Birinci sualın şərtini oxuyaq. Silindrin yan səthinin sahəsi onun tam səthinin sahəsinin yarısına deyir, bərabərdir. Silindrin oturacağının radiusunun onun hündürlüyünə olan nisbətini tapın. Gəlin ilk öncə şəklini çəkək. Deməli, ilk öncə bir silindr çəkək. Misal üçün, bu formada bir silindr çəkək. Tam oxşamasa da. Olsun bizim silindrimiz.
Sonra olsun mərkəz nöqtəsi. Buradan bir hündürlük çəkək. Olsun bizim hündürlük. Hündürlük. Bu da radius. Aha, bu formada çəkək. İndi davam edək. Deməli, ilk öncə nə edirik? Silindrin iki əsas sahə düsturu var. Bunları yazırıq. Birinci, silindrin biz dedik ki, burada oturacağının radiusu olsun r. Hündürlüyə də h deyək. Birinci, yan səthinin sahəsini necə müəyyən edirik, onu yazaq. Yazaq S yan, ancaq yan bərabərdir. Düsturumuz 2 pi r h-dır. Bu düsturu qeyd edin. Sonra isə S tam, yəni bütün silindir oturacaqla bir yerdə. S tam oturacaqla puca ilə bir yerdə. S tam. Həmçinin bu tərəf. S tam bərabərdir. S yan toplansın S oturacaq. 2S oturacaq ancaq. Çünki 2 dənədir. Oturacaq. Bir bu, bir də bu. Bərabərdir. S yan nəyə bərabərdir? 2 pi r h-a. Oturacaq isə dairənin sahə düsturu nədir? Pi r kvadrat. 2-dən olduğuna görə 2 pi r kvadrat olaraq yazılır. Bu oldu bizim S tam. İndi baxaq şərtə. Bizə şərtdə nə deyirdi? Deyirdi ki, yan səthi tam səthin yarısına bərabərdir. Yan tamın yarısıdır. Yəni sahə götürsək, S yan bərabərdir tamın yarısına. S tam bölünsün 2-yə. Və düsturları yazaq. S yan nə idi? 2 pi r h. 2 pi r h. Bu yandı, bərabərdir. S tam, tamın sahəsini yazaq. 2 pi r h toplansın 2 pi r kvadrat bölünsün 2-yə. Yarısı deyir çünki. Sonra biz burada hər ikisini, bunu da 2-yə bölsək, 2 pi r h bərabərdir. Bunu 2-yə böldük pi r h. Bunu 2-yə böldük pi r kvadrat. İndi baxın gənclər, bunu bu tərəfə mənfi ilə keçirsək, 2 pi r h-dan pi r h çıxanda sadəcə nə qalır? 1 pi r h. 1 pi r h oldu pi r kvadrat. Pi r kvadratı da belə yazdım mı? Pi r bıraq r. Pi r ilə pi r getdi. H nə oldu? R. Deməli, bizim hündürlüklə radius bir-birinə nədir? Bərabərdir. İndi keçək, davam edək, ifadəni sadələşdirək. Daha doğrusu ifadəni sadələşdirdik, indi nisbəti tapaq. İfadəni sadələşdirdik, h bərabərdir r tapdıq. İndi nisbəti tapaq. Sual da bizdə nə idi? R bölünsün h. Radiusun nisbətinin hündürlüyə r bölünsün h istəyir bizdən. Yazaq r bölünsün h. H da r olduğuna görə r bölünsün r və cavab nə oldu? 1. Bununla da bugünlük dərsi dayandırırıq. Bizim bundan sonra sadəcə 2025-ci ilin birinci variantında açıq suallarımız qaldı. Videomuzun 3-cü hissəsini də ancaq açıq suallara həsr edərik. Bugünlük dərsi bitirək gənclər. Dərsi bitirmədən öncə, sağollaşmadan öncə bir daha xatırlatmaq istəyirəm ki, bizə dəstək olmaq üçün kanalımıza abunə olmayı, həmçinin videolarımızı bəyənməyi, şərh bölməsində öz şərhlərinizi yazmağı unutmayın. Sağ olun, salamat qalın. 3-cü hissədə görüşənədək.